Hörmətli tədbir iştirakçıları, hər birinizi Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin adından salamlayıram. Mən təşkilatın sədri İlman Cəfərli. Biz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ətraf Mühiti Qoru Maarifləndirmə Aksiyaları adlı layihə həyata keçiririk. Layihə çərçivəsində bugün Ağdam ictimaiyyəti, təbiət sevərləri qarşısında Qarabağda ekoloji terrorun acı izləri adlı dəyərli masamıza başlayırıq. Sizə dəyərli masanın ictimai müzakirənin qonaqlarını təqdim edirəm. Rayon Təhsil İşçiləri İctimai Şurasının sədri, hamımızın hörmətli müəllimimiz Rafiq müəllim Əliyev iştirak edir. Biologiya üzrə fəlsəfə doktoru Murad müəllim Musayev Dendrologiya bağının əməkdaşıdır həm də və bir də ekoloq, bölgəmizdə yaşayandır, bölgəmizi yaxşı tanıyan bir ekoloqdur Musa müəllim Muradov. Öncə bu tədbiri aktual eləyən nə oldu? Hər şeydən əvvəl tədbirin təşkilatçılığına, təşkilat işlərinə verdiyi dəstəyə görə Ağdam rayon icra hakimiyyətinə, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyi adından təşəkkürümü bildirirəm. Belə bir aktual mövzunun müzakirəsi üçün şərait yaratdılar. Biz deməli son zamanlar qlobal iqlim dəyişikliyinin nəticələri ilə mübarizə dövrünü yaşayırıq. Xüsusən son 5 ildə bütün dünya ölkələrində qlobal istiləşmənin təsirini necə yumşaltmaq mövzusu müzakirə olunur. BMT ekspertlərinin hesablamalarına görə son 100 ildə planetimizdə temperatur 1 dərəcəyə qədər artıb və bir qorxunc proqnoz da var ki, 2100-cü ildə, yəni bu templə davam eləyərsə, 2100-cü ildə 6,2 dərəcəyə qədər arta bilər ki, bu isə yer kürəsini yaşanmaz bir hala gətirib çıxara bilər. Bundan çıxış yolu kimi, siz gözümüzlə görünən o qlobal iqlim fəsadları bizim gözümüzlə görünən səviyyəyə gəlib çatıb. Mövsümlər yerini dəyişib, buzlaqlar əriyir, şirin su mənbələri azalır. Məsələn, biz Xəzər dənizinin sahilində yerləşirik Azərbaycan. Xəzər dənizi geri çəkilib son illərdə. Quraqlıqlar artıb, sel və daşqınlar artıb və bu qlobal iqlim dəyişikliyinin mənfi fəsadlarıdır. Ekspertlər hesab edir ki, bu fəsadları aradan qaldırmaq üçün ilk növbədə ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilməli, meşə sahələri, yaşıllıq sahələri genişləndirilməli və nəhayət bərpa olunan enerjiyə keçilməlidir. Qalıq yanacaqdan imtina olunmalı, yəni benzin, dizel yanacağı, daş kömür, təbii qaz, bununla işləyən sənaye müəssisələri texnoloji transferlər həyata keçirilməli və günəş enerjisinə, külək enerjisinə keçirilməlidir. Əgər bu tədbirlər sürətli davam eləyərsə, bütün ölkələr bu prosesə qoşularsa, o zaman planetimizi biz əvvəlki kimi hamının yaşaya biləcəyi yer səviyyəsində qoruyub saxlaya bilərik. Amma bizim bir bəlamız da var. 30 il torpaqlarımız işğal altında olub. Bugün Qarabağ azaddır, amma 30 il bizim Şərqi Zəngəzur və Qarabağ torpaqlarında ekoloji terror həyata keçirilib. Şirin su ehtiyatımız olan transsərhəd çayları çirkləndirilib, meşələr kütləvi şəkildə məhv edilib. Bu barədə mütəxəssislər bu masada öz fikirlərini bildirəcəklər. Amma mən ilk öncə istəyirəm Rafiq müəllimə söz verəm. O, Birinci Qarabağ müharibəsində də, hətta müharibədən əvvəl də, İkinci Qarabağ müharibəsində bu bölgədə yaşayıb və bu bölgənin problemlərini bilir. Xüsusən yuxarı kənd, bizim burada, mən də burada böyümüşəm, burada bir anlayış var da, yuxarı kəndlər. Yuxarı kəndlərdə baş verən o ekoloji, yuxarı bölgələrdə baş verən ekoloji böhranın acı izləri Aran bölgələrində vurub. Mən istəyirəm Rafiq müəllim bu mövzuda bəhs etsin. Buyurun Rafiq müəllim. Bu günləri ümumbəşəri problemlər, qlobal problemlər mövcuddur. Bu problemlərin içərisində ən deyərəm ki, böyük əhəmiyyət kəsb edən problem ekoloji problemdir, energetika problemidir, müharibə və sülh problemidir. Bütün bunlar hamısı bugünkü günümüzün ən demək olar ki, narahat edici bir problemləridir.
Bunların içərisində nəyə görə ekoloji problemə daha yüksək əhəmiyyət veririk? Çünki ekoloji problemlər birbaşa təbiətlə bağlı olan problemlərdir və təbiətlə bağlı olan problem birbaşa insanla bağlı olan problemdir. Çünki biz bilirik ki, insan özü də təbiətin məhsuludur, bir bioloji varlıq olaraq. Təbiətdə baş verən hər hansı bir dəyişiklik, hər hansı bir hadisə, hər hansı bir kataklizm insan həyatından yan keçmir. Onun həyatına mənfi təsirləri və müəyyən məqamlarda, bəzi hallarda müsbət təsirləri də ola bilir. Ona görə də bu günlər biz bu barədə maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirməliyik. Məsələ burasındadır ki, bunu mən öz aramızda deyirəm, elə məsələlərə bu günləri əhəmiyyət verib onu böyük müzakirəyə çeviririk ki, əslində heç o, bunun yanında demək olar ki, heç bir şey, bir yerinə ucu da deyil. Əsas məsələ bunun mahiyyətini insanlara çatdırmaqdır. Əgər doğrudan da biz ekoloji problemin mahiyyətini və nə demək olduğunu, onun həllinin nə dərəcədə vacib olduğunu anlayıb, dərk etsək və gələcək nəsilə dərk etdirsək, biz görərik ki, bugün ondan vacib problem yoxdur. Xüsusilə Ermənistanın Azərbaycana təcavüzü, mən deyərdim ki, bu təcavüzün mahiyyətinə biraz da dərindən yanaşsaq, bu təkcə Azərbaycan üçün yox, beynəlxalq səviyyəli cinayətdir. Çünki ermənilər təkcə bizim ərazilərimizi işğal edib, yaşayış məskənlərimizi dağıdıb, sərvətimizin müəyyən hissəsini mənimsəyib aparıb, bu məlum məsələdir. Ən dəhşətlisi odur ki, Ermənistan 30 il ərzində bizim təbiətimizə ən dəhşətli zərbələr vurur. Vəhşicəsinə təbii sərvətlərimizi daşıyıb. Siz təsəvvür edirsiniz, deməli, hələ Sovet dönəmində mən belə bir məlumat oxumuşdum ki, Kəlbəcər ərazisində qızıl yataqlarının ildə 3 ton qızıl çıxartmaq mümkündür və biz hamımız da bilirik ki, bunu ermənilər də bilməmiş deyildi və onlar digər xarici şirkətlərlə əlaqəyə girərək bizim o sərvətlərimizi vəhşicəsinə talan elədi. Qızılın əldə olunmasındakı o kimyəvi ki proses gedir, o qızılını təmizləməsi, ondan nə qədər zəhərli maddələr istifadə edilir və ermənilər bunun hamısını çaylara, ondan sonra nə bilim ötürmüşdür. Meşələrimizi talan eləmişdir. Ən dəyərli, ən qiymətli meşə materiallarını doğrayaraq onlardan öz məqsədləri üçün istifadə etmiş. Ermənistana daşımış, mebel hazırlamış, çaxır çəlləkləri düzəltmiş və s. Və ilaxır, ən dəyərli zat. Bu məsələ burasındadır ki, bu işğal dövründə elm bu milyonlarla insan ki öz yaşayış yerini yitirdi, uzun illər qurub yaratdığı nə varsa onlardan məhrum oldu və yeni yaşayış məskəninə məcburi şəkildə köçərək o həyatını yenidən qurmaq məcburiyyətində qaldı. Və təbii ki, bu ilkin anda ən kəskin çətinliklərlə qarşılaşır. Çünki ailə bütövlükdə tərk edib gəlib, onun körpəsi, ailəsi, yaşlısı və s. nə etməlidir? Qışın soyuğundan qorunmaq üçün bu məcburdur ki, əvvəlcədən buna hazırlıq görülməmişdi axı. Ki, bu qaçqınçılıq olacaq, bu cəmaət gələcək, burada bunlar üçün hazır. Yəni, bu məcburiyyətin özü də bizə müəyyən qədər öz əlimizlə özümüzə zərb vurduq. Məsələn, siz yaxşı bilirsiniz, Quzanlıda Saqqız meşəsi deyildik. İllər öncə orada biz gedərdik, orada nə bilim müəyyən o şomu yığardıq falan. O meşələr doğrudan da ora girəndə o saqqızın bir spesifik iyi var. O qədər xoş. İnanırsınız, özdə nə qədər sahə Şalar müəllim, olardı mı o hardasa bir 20 hektar, 15-20 hektar, 100 hektar, ay sağ ol.
İnanırsınız ondan əsər əlamət qalmayıb. Niyə? Çünki insanlar məcburiyyət qarşısında qalaraq onu, yəni ermənilər özü vurduğu zərbədən əlavə müəyyən ehtiyac içərisində qalaraq özümüz də məşğul. İndi ermənilərin törətdiyi hadisələri burada rəqəmlərlə sizə çatdırsam, bizi doğrudan da dəhşətli bir rəqəm alınır. Ümumiyyətlə, fotosintez deyilən bir hadisə, bu bitkilərə aiddir. Fotosintez edən bitkiləri insan həyatı üçün, insanın yaşayışı üçün əvəzsiz əhəmiyyəti vardır. Ona görə də bu bitkiləri mütləq və mütləq qorumaq lazımdır. Nəinki qorumaq, onu hətta o hər bir şeyin ömrü var da, bilirsiniz. Bütün biyoloji varlıqların əvvəli var, sonu var. Ola bilər ki, 1000 il yaşasın. Düz indi səhv etmirəmsə Zəngəzur ərazisində, Cəbrayıl ərazisində 1000 yaşı, 2000 yaşı olan ağaçları ermənilər doğradı. Bu 1000 ildə, 2000 ildə yaşasa, yenə bunun da bir sonu var. Məsələ burasındadır ki, bunları, bəli, insan onu daim yeniləməli və bərpa etməlidir. Mən ürək ağrısı ilə nəyi deyirəm? Hamınız canlı şahidsiniz. Xaçının körpüsünü keçəndə, Xaçının döşündə orada böyük bir bağ vardı, qoz bağı. Yadınızdadırmı? Mən onu bir neçə dəfə hətta bu icra hakimiyyəti nümayəndələrinin bir neçə il bundan qabaq onlara da mən dedim, siz təsəvvür edirsinizmi? Orada yüzlərlə o ağac baxımsızlıqdan qurudu. Susuzluqdan qurudu. Orada da ermənilərin rolu vardı. Çünki Xaçın çayı uzun illərdir ki, Xaçın çayı quruyubdur, bu gəlmir. Onunla, Xaçın çayı ilə biz bütün təsərrüfatımızı, ondan sonra meşə. Sultanbeyli meşəsi tarixi meşədir, bütün məşhur bir meşədir. Bu Xaçın çayının hesabına meşə. Oranı mən hər dəfə görəndə mənim ürəyim ağrıyırdı. Bəzən bunu açığın deyim ki, Elman müəllim burada düzdür. İndi biz hamımız, mən deyərəm bu reallıqdır, torpağımı, vətənəmi, millətəmi, bu hadisələrəmi 100% yanğı ilə baxmırıq. Bəzi adamlar var ki, şəxsi mənafeyini hər şeydən üstün tutur. Bəzən görürsən, burada haradasa bir çirkli əllər də var. Su arılmır, çünki meşədə qurudusa, bu quru material kəsilir, onun da bahadır. Bunu bəli, qurumasa kəsmək olmaz. Bunun istifadəyə gəlir götürmək bu məqsədlərdə olubdur. Amma indi burada əsas məsələ Azərbaycana Ermənistanın işğalı nəticəsində dəyən ən böyük dəhşətli, siz təsəvvür eləyin. Qarabağ və Şərqi Zəngəzurda hektarlarla meşə sahələri, əkin sahələri məhv edilib. Təqribi hesablamalara görə işğal dönəmində ermənilər tərəfindən Azərbaycanın 54.328 hektar meşə sahəsi məhv edilib. Bilirsiniz bu nə deməkdir? Bütün yaşıllıqlar, bu günləri bizim müəyyən qədər ac qalmaq mümkündür. Bir neçə sutka bəlkə susuz da qalmaq mümkündür. Amma havasız qalmaq mümkün deyil. Yaşıllığı məhv etmək birbaşa havanı, oksigeni məhv etməkdir. Biz onunla qidalanırıq, oksigeni. Ona görə də bu, görün, nə qədər böyük insani bir əhəmiyyət daşıyan, insan həyatı üçün nə qədər böyük əhəmiyyət daşıyan bir hadisədir. Meşələrin qorunması, onları bərpa olunması. Düzdür, son illərdə Azərbaycan müstəqilliyi əldə etdikdən sonra biz şahidi olmuşuq. Bağ salmalar, meşə salmalar, ondan sonra mənim yadımdadır, illər öncə, səhv eləmirəmsə, onda Heydər Əliyevin dövründə idi, rayonlara yer bölmüşdülər. Bakıya gedən yolun kənarında rayonlar hər biri nə qədər ağac əkməli idi və ona xidmət etməli, hətta bizim rayonun da yeri var idi. Bunlar hamısı bu təqdirə layiqdir və bu gün də davam edir, bunu izləyirik. Atmosferdə ozon təbəqəsi var. İndi o yadıma düşdü. Həmin təbəqə, dedi Quranda Kərimdə də göstərilir ki, elm inkişaf elədikcə nə ola bilər? İndi də o ozon qatı deşik-deşikdə nə qədər raketlər buraxırlar falan. Dedi, o istilik və o sirkələnmə nəticəsində ozon təbəqəsinin nəzilmiş hissəsi və deşilmiş hissəsi sanki yamayır.
Siz təsəvvür edirsiniz. Mən bunu ixtisasıma uyğun deyildi. Gəldi mən onu araşdırmadım ki, sonra. Amma elə uzun müddət o mənim yadımda qaldı ki, doğrudan da o dəhşətli istilik işıq verir və o sirkələnmə nədir? Yer sirkələnirsə göydə görünə baş verir. Dedi, o ozon təbəqəsinin bərpası. Necə ki, müəyyən şey bir sıvarq edir, Allah Taala'nın dedi, belə çox mu? İndi ozon təbəqəsindən söhbət düşdü. Ona görə mən onu dedim. Yəni bütün bu istiləşməyə, qlobal istiləşməyə, ona buzlaqların əriməsi falan hamısı bunun müəllim qeyd elədi. Hamısı bunların nəticəsidir ki, və insan nə etməlidir? Bu ekoloji problemlərin yaranmasında insan faktorunun əvəzidir. Zavodlar, fabriklər, yeni nə bilim silah növləri və s. bunun hamısı nədir? Bunlar hamısı milyonlarla yer kürəsində maşın. Azərbaycanda televizorda baxıram, maşın bazarını göstərirlər ki, orada bəlkə məndə bir 100 min maşın vardı, satılmır. Bu Azərbaycan balaca bir yer. Bütün bunlardan hamısı işlənmiş qaz havanı kirləndirir. Və yaxud da biz özümüz müəyyən tullantılar vasitəsilə, düzdür, son dövrlərdə bir neçə bundan qabaq mən Azərbaycanda elə bir nəsə bir bu tullantıları emal eləmək üçün bir yer düzəltmişdilər, Bakıda hardasa. Yəni bunlar çox vacib olan bir şeydir. Bizim ona görə deyirik ki, hər birimiz bu məsələyə diqqət yetirməliyik. Evimizdə uşaqlarımıza bunu təbliğ eləməliyik. Ki, məsələn, bu can yandır. Düzdür, insanda müəyyən qədər niyə az-çox da olsa laqeyd yaran, bu reallıqdır mən deyirəm. Ona görə ki, insan ömrü çox qısadır və bəzən də insanlarda belə bir şey var. Məndən sonra nə olacaq olsun. Bu prinsipinə yaşamaq olmaz. Təbiətdən çox, necə deyərlər, bəzi halda üzr istəyirəm, vəhşicəsinə istifadə olunur. Böyük Nizaminin belə bir sözü var, Şeyx Nizaminin deyir, elə hey götürüb deyirik, çoxdur, bir də baxırıq ki, dağ özü yoxdur. Bilirsiniz nə deyirdir? Və yaxud o mənə nə var, mən əşi, uşaq orada ağacın qənədini qırır, biz buradan keçirik ona demirik ki, onu qırma. Uşağın xətrinə dəyər. Demirik və yaxud da əşi, mənlik nə var ki, burada mənə nə var. Şair Bəxtiyar deyir ki, Allah rəhmət eləsin, qəni. Böyük türk oğlu, böyük millətçi. Deyir ki, ən böyük dəryanın birdir sahili. Onu hər tərəfdən döyər dalğalar. Böyük bir ölkəni, böyük bir eli tarmar eləyər mənə nə varlar. Yəni, hansı sahədə olursa olsun, dövlətin xeyrinə, millətin xeyrinə, insanın xeyrinə olan bir şeyə biz gözümüz mənə nə var deyə bilmərik. Çoxillik ağaçların üstünə yandırıcı maye atırdılar, mazot atırdılar, yandırırdılar ki, orada yaşam müəssisələri, obyektlər düşsünlər. Son illər onun qarşısı alınıb. Amma məsələ burasındadır ki, biz onu Şərqi Zəngəzurda, Qarabağda edə biləcəyikmi? Son illər Ağdamda, məsələn, xüsusilə ötən il Yaşıl Dünya namına həmrəylik ilində Ağdamda xeyli yaşıllaşdırma tədbirləri həyata keçirilib. Laçında, Kəlbəcərdə, o nadir şəxçiləri deyirsiniz, onun toxumları əkilib Zəngilanda. Ancaq məsələ burasında elə növlər var ki, onlar tamamilə sıradan çıxır. Bu növlər haqqında istərdim bizim bioloq, fəlsəfə doktoru Murad müəllim məlumat versin. Müəllim qeyd elədi ki, orada çinar ağaçları, o çinar ağaçlarının hamısını mən pasportlaşdırmışam. 48 növ çinar ağacı olub. Demək olar ki, onların ən az yaşı olanı 350 il olubdur. İndi onların heç birindən əsər əlamət qalmıyor. Hamısını dağıdıblar. Erməni terrorizmlə, ekoloji terrorizmlə daha çox danışmaq olar. Nə qədər istəsən danışmaq. Ancaq deyək ki, Kəlbəcər meşədir. Ayaqdan başa hamısı meşələrdir. Meşə terrorizmi. Hamısını kəsb aparırlar, doğruyublar. Yoxdur. Yol qırağı, yol boyu hamısı kəsb. Deyək ki, Ağdam rayonları. Ağdam rayonları ərazisində ən çox torpaq eroziyası. Hər yerdə akop qazılır. Hər yerdə, hər addım başına minə basırlıqdır. Təsəvvür elə, bu mühiti bərpa eləmək üçün 100 illərlə vaxt lazımdır. Təzdən onu mikroelementini bərpa eləmək üçün uzun müddət vaxt lazımdır. Deyək ki, çaylarla bağlı,
deyək ki, birbaşa bizim onlar çirkləndirici maddələr hamısı bizim məişətimizə kimi gedib çıxırdı. Deyək ki, molibden zavodu var Ermənistanda. Oxud çayı birbaşa ağır metalları hamısını bırakır Oxud çayı. Oxud çayının vasitəsilə Kür çayına gedir. Müəyyən şeylər çıxır, məişətimizdə xlor birləşməsi, ağır metallər, sink, mis, xlor, bunlar hamısı təmizlənmədən gedir. İndi düzdür, monitorlar aparılıb orada bir-iki dəfə. Monitorlar müəyyən edib ki, bəli, kirlənmənin səviyyəsi həddindən çoxdur. Normadan bir 50 dəfə çoxdur. Yəni ki, bu ekoloji müəllim geniş məlumat verdi. Deyək ki, Ağdam rayon ərazisində o şəxs çınarları, o kolxoz, savxoz vaxtı, kolxoz ərazisi, savxoz, onların hamısının həyətində idi. Kənd Soveti var idi. Kənd Sovetinin, mən özüm burada olmuşam, Kənd Sovetinin həyətində bir 6 dənəsini mən pasportlaşdırmışam. İndi o kənd işğal olmuş ərazilərdə. İndi o boyda ağaçları kəsiblər, aparıblar, istifadə ediblər, nə ediblər, o üçün belə. İndi biz deyək ki, Qubadlı rayon ərazisi, Laçın rayon ərazisi, Kəlbəcər rayon ərazisidir, Füzuli rayon ərazisi təbii ki, qalın meşələr olur. Qubadlı rayonun ərazisində meşələr olub, hamısını dağıdıblar. Deyək ki, Həkəri çayın ox istiqamətini götürüb dəyişiblər balıq yetişdirmək üçün. İstiqamətini dəyişiblər. Çayın istiqamətini onlar dəyişə biliblər. Qazıblar, böyük katlavanlar düzəldiblər, istiqaməti dəyişiblər balıq yetişdirmək üçün. Onu da yetişdirməyiblər, alınmayıb, hamısı kör-körünə qalıb. Nəsə, çox danışmaq olar, maarifləndirici işlər aparmaq lazımdır. Yaşıl Dünya naminə qeyri-hökumət təşkilatı çox yaxşı tədbirdir bu. Əhalinin maarifləndirmə işlərinin aparılmasında müəyyən qədər dövlətə dəstəkdir. Bu lazımdır təşkilatdır. Yəni ki, ekologiya ilə bağlı müəllim çox qeyd elədi. Bu qədər. Bugün orada ağaclar kəsilmir, meşələr məhv edilmir. Amma çaylarımız transsərhəd çaylardır, Ermənistan ərazisindən keçir və Ermənistan dağ mədən sənayesi hələ də Oxçu çayı, Bərgüşadı, Arpa çayı, onların üzərindən Araç çayını, Arazdan isə gəlməklə Kür çayını və hətta Xəzər dənizində ekosistemə çox ciddi şəkildə zərbə vurub. Biz 2022-ci ilin dekabrında Şuşa-Xankəndi yolunda bir aksiya keçirdik, yəqin xatırlayırsınız. Ondan sonra həmin il 2023-cü sentyabrında Azərbaycan ordusu qısa müddətli əməliyyat keçirdi və Qarabağ problemi deyilən bir şey, yəni siyasi nəzəriyyədən silindi. Eyni zamanda qeyd elədiyim kimi su mənbələrimiz bu gün də o çirklənməyə məruz qalır. Oxçu çay, Murad müəllim yaxşı dedi, Oxçu çay artıq ölü çay sayılır. Yəni ora mis, molibden, sink, qalay və digər ağır metallar atılır ki, bu da insan səhhətinə birbaşa zərərdir. Eyni zamanda onlar vasitəsilə suvarılan əkin sahələri ciddi ziyana məruz qalır. İstəyirəm suların çirklənməsi ilə bağlı Musa müəllim məlumat versin. Həqiqətən də bu çağırış həmişə aktual olan bir çağırışdır. Ona görə ki, təbiət və cəmiyyət münasibətləri çox vaxtı anlaşılmaz bir situasiya müşahidə edirik. Ona görə də təbiət daha çox zərər görür və təbiətin zərər görməsindən də çox biz insanlar zərər görürük. Yəni bizim həyatımız qarşılıqlı münasibətdədir təbiətlə. Raf müəllim çıxış elədi, geniş çıxış elədi. Həqiqətən də bir ekoloq kimi, mütəxəssis kimi danışdı. Burada məsuliyyət məsələsini də önə gətirdi. Yəni laqeyd münasibət özü vətənpərvərliyə xas olan xüsusiyyət deyil. Vətənpərvərlik tək o demək deyil ki, həqiqətən də biz həmişə elə deyirik, silahı əlimizə götürüb canımızdan keçmək üçün ön cəbhəyə atılmışıq. Vətənpərvərlik həm də ətraf mühitə münasibət, ətraf mühitin qorunması sayəsində fəal olmaq, fəal vətəndaş mövqeyi göstərməkdən ibarətdir. Bu mənada, yəni bu layihənin əhəmiyyəti mən vurğulamaq istəyirəm.
Bilirsiniz ki, Azərbaycan meşə ehtiyatı azdır. Azərbaycan ərazisi 12% meşə ehtiyatı civarında, yəni belə ehtiyata malikdir. Meşə ehtiyatının da az olmağı bilirsiniz ki, bu su ehtiyatları, yəni buna təsir göstərir. Bu bizim su ehtiyatlarının müəyyən bir hissəsi də əsasən qonşu ölkələr hesabına formalaşır. Məsəl üçün Ermənistan hesabına, Gürcüstan dağlarından gəlir. O cümlədən Dağıstan, yəni qonşu ölkələr hesabına formalaşır. Və əsas su ehtiyatları, bizdə formalaşan su ehtiyatlarının böyük bir hissəsi də Ermənistan ərazisinə düşür. Hansı ki, Kür çayı da oradan qidalanır, Ermənistan yaylasından qidalanır. Araz çayı da eyni ilə həmin ərazilərdən qidalanır və bunlar da çox vaxtı bu ölkələr arasında transsərhəd su mənbələri deyilən bir konvensiya var. Yəni çirklənmə olmadan su ötürülməlidir digər ölkənin ərazisinə təmiz. Ancaq ermənilər hətta o konvensiya belə, beynəlxalq konvensiya belə həmişə belə hörmət göstərməyibdir. Çox bəşəri cinayət törədibdir. Qeyd olundu, Oxşu çay zəhərlənməyi, Qafanda mis molibden kombinatının tullantıları atılır. Hətta Ermənistan ərazisində atom elektrik stansiyası, Metsamor stansiyası da yəni fəaliyyət göstərir. Onun radiasiya olunmuş suları da həmin çaylar vasitəsilə yəni bizim çaylara daxil olur. Bu Ermənistanın törətdiyi cinayət, yəni təbii ki, o bir tərəfində milli irqi amil dayanıbdır. Yəni onu qəsdən edibdilər. Yəni biz daha çox zərər görək. Eyni zamanda Azərbaycan öz ərazisi, işğal olunduğu ərazilərdə müəyyən bir su ehtiyatı mənbələri mövcuddur. Bilirsiniz ki, Kəlbəcər dağları, yəni Murovun özündən Tərtər çayı vasitəsilə xeyli su mənbəyi deməkdir. Onun qarşısında da Azərbaycan öz, yəni Azərbaycan SSR vaxtı deyək, böyük su ehtiyatı, su anbarı yaradılıbdır, Sərsəng su anbarı yaradılıbdır və ermənilər uzun müddət bu ehtiyata nəzarət edirdilər. Yəni bu bir su terroru həyata keçirirdilər. Sərsəng su ehtiyatından ətraf ərazilər, hansı ki, Goranboy istifadə edir, Tərtər istifadə edir, Yevlaxın müəyyən hissəsi istifadə edir, Ağdamın müəyyən bir hissəsi istifadə edir, Bərdə müəyyən bir hissəsi istifadə edir. Yəni bu ermənilərin nəzarəti altında olduğu müddətdə bilirsiniz ki, bu ərazilər su verilmirdi. Yayda əkin sahələri suvarmaq üçün su lazım olanda bunu dayandırırdı. Hansı nə vaxt onu verirdi, qışda lazım olmayan vaxtı. Hər iki halda da bizim yəni təsərrüfatlarımıza ziyan vururdu. Yayda quraqlıq yandırırdı, qışda da lazım olmayan su bizim ərazimizdə. Vətəndaş cəmiyyəti ona görə fəaldır. Bu QHT-ləri siz elə belə güc bilməyin. QHT dövlətin yumşaq gücüdür. Biz aksiyada da vətəndaş cəmiyyəti, Azərbaycan vətəndaş cəmiyyəti öz sözünü dedi. Eyni zamanda Araz dəyəndə bir metallurgiya zavodu tikirdilər. O Araz çayını çirkləndirəcəkdir. Biz onu beynəlxalq təşkilatlara müraciət elədik, Paşinyana müraciət elədik. Bax, orada Musa müəllimin də imzası var, mənim də imzam var. Biz onun beynəlxalq monitorinq cəlb elədik və biz onun tikintisinin qarşısını aldıq. Araz dəyəndə həmin 90 milyon manatlıq, 90 milyon dollarlıq o metallurgiya zavodunu tikmədilər. O tiksəydi, Araz arpa çayı tamamən sıradan çıxacaqdı. Onlar axıdırlar bizim istiqamətə. Əslində öz ekoloqlar da özlərinə etiraz edirdi. Yəni elə bir məsələci yenə deyirəm, ekologiya, çayın bu mənsəbi zəhərlənmiş ya mənbəyi zəhərlənmiş. Nə fərqi var ki, ekosistem bütövlükdə məhv olur. Öncə dediyim kimi, yekunda hər birinizə tədbirdə iştirak elədiyinizə təşəkkür edirəm və tədbirin təşkilatçılığına dəstək verdiyinə görə Ağdam rayon icra hakimiyyətinə ayrıca təşəkkürlərimi bildirirəm. Qonaqlara, iştirakçılara təşəkkürümü bildirirəm. Sağ olun.
İnşallah növbəti görüşlərdə.